Ordubadda bir neçə adda müxtəlif ərik sortları mövcuddur ki, bu əriklər məhz Ordubadın özünə məxsus əriklərdir. Hazırda isə Ordubadlıların limonlu adlandırdıqları əriyin yığım vaxtıdır. Demək olar ki, proses yekunlaşır. Belə ki, bu ərik Ordubadda ən tez yetişən və ən tez bitən meyvə kimi qəbul olunur. May ayının sonunda yetişir və təxminən 10-15 gün müddətinə meyvə tamamilə yığılır. Limonludan başqa Ordubadda Əbutalibi, ağəri və digər müxtəlif sortlar yetişdirilir. Dadı, ətri və keyfiyyəti ilə seçilən bu meyvələr həm süfrədə istifadə edilir, həm də qurudularaq payız və qış mövsümünə saxlanılır. Xüsusilə iyul ayında yetişən Əbutalibi sortu qurutmaq üçün daha sərfəlidir. Əbutalib əriyi həm də müalicəvi əhəmiyyətə malik olan bir ərik sortudur. Ürək xəstəliyi, qan damar xəstəliyinə tutulmuş olan insanlara Əbutalib əriyin yeyilməsi məsləhət bilinir. Qədim dövrlərdə də bu ərik sortuna daha çox önəm verilmişdir. Haliyyədə indi də salmış olan bağlarda Əbutalib əriyinə üstünlük verir. Çünki ağacın xırda olmasına baxmayaraq hər bir ağacda 100 kilograma qədər demək meyvə yığmaq olur. Əbutalibi həm də davamlılığı ilə də fərqlənir. Tez xarab olmur. Limonun vaxtı keçdi, yığanmadırsa sən deyil. Yəni töküləcək, yəni xarab olacaq. Ancaq Əbutalib belədir ki, onu yığırsan, qurudusan. Qurudulmuşu da ki, çox qəşəng, yəni xeyirli bir şeydir. Bu il məhsuldarlıq keçən ilə baxmış, bəlkə də 10 dəfə artıqdır. Yəni keçən il bu məhsul yox idi. Bəlkə də buradan cəmi yığardınız 500 kilo ərik olmazdı. İndi şükür Allah, bu bağda bəlkə də 3 ton ərik var. Düzgün qulluq göstərildikdə bir ərik ağacından ildə 150-200 kiloqram məhsul toplamaq mümkündür. İlham Vəliyev, Ağali Rəhimov, Rəşidə Zülfüqarova, ASTV xəbər.